Mehriban xanım, sual vermək olar. Ölkədə demokratiyanın durumu ilə bağlı. Mənim adım Emin Hüseynovdur, jurnalistəm. Qadın paltarında səfirlikdə gizlənən insan sizsiz. Ə, Sizə can təxmin- sağlığı arzularım. Çox sağ olun, amma qadın paltarında gizlənməmişəm. Sağ olun. Değerli dostlar, hal-hazırda sual verdim ölkə vitse-prezidentinə və demokratiyanın durumu ilə bağlı sual vermişəm və Mehriban xanım məndən soruşdu ki, siz kimsiniz? Özümü təqdim elədim və hal-hazırda onu müşahidə edən nümayəndə heyəti də buradaydı. Leyla xanım da yanındaydı. Bir sözlə qadın paltarında İsveçrə səfirliyində gizləndiyim barədə soruşublar. Deyirəm ki, təxminən belə olub, amma qadın paltarında gizlənməmişəm. Hər halda məlumatlıdır, amma hadisənin təfərrüatı ilə bağlı o qədər də məlumatlı deyil. Mehriban xanım, Leyla xanım Əliyeva müşahidə edilirdi. Gördüyünüz kimi normal sual-cavab oldu. Yəni ölkənin ikinci şəxsi qısa da olsa belə deyək, sualla cavab verdi, amma sağ olsun. Yəni onun da bu cür hüququ var. Məndə hələlik bu qədər. Gördüyünüz kimi Bayşerhof otelindəyik. München Təhlükəsizlik Konfransında sizinlə mən Emin Hüseynov idim. Prezident İlham Əliyev hələ də içəridədir. Az əvvəl onu Xəzər əməkdaşlığı barədə, Xəzər iqtisadi zonasında əməkdaşlıq barədə panel olmuşdu. O Avropa komissarı Marta Kosla birlikte orada olmuştu. Biz de sualımızı verdik. Yani burada görürsünüz ki, dövlət media qurumları da var idi və hələlik məndə bu qədər. Sizə məlumat verəcəyik. Bir sözlə maraqlı görüşlər davam eləyir. Odur ki, bizləri izləyin və yavaş-yavaş mənə elə gəlir ki, Azərbaycan hakimiyyətinin, rəsmilərinin mövqelərini az da olsa ala biləcəyik bu və digər məsələlərin. Hər halda ölkə ictimaiyyəti xəbəri var, nə baş verir, nələr gedir həm demokratik düşərgədə, həm müxalifət düşərgəsində, vətəndaş cəmiyyəti düşərgəsində. Yəni mən hesab edirəm ki, kifayət qədər kimlərsə deyə bilərdi ki, misal üçün Mehriban Əliyeva hazırlıqsız ola bilərdi. O da belə deyildi. Mənim sualıma spesifik sarkazm formasında maraqlı cavab verdi. Sağ olsun xanım birinci vitse-prezident. Məndə hələlik bu qədər. İstərdik ki, həm Mehriban Əliyeva ilə, həm də digər şəxslərlə daha geniş fikir mübadiləsi aparardıq. Təəssüflər olsun ki, elə imkan oldu ki, çox qısa bir ünsiyyət imkanı oldu. Tələsirdilər görünür başqa görüşlərə, amma hələlik bu qədər. Mən də sizinlə mən Emin Hüseynov Bayşerhof otelinin qarşısında burada hələ də München Təhlükəsizlik Konfransının ikinci günü davam edir. Odur ki, bizləri izləyin və baxaq görək nələr baş verir.